Salam, xoş gördük Aytən xanım sizi. Salam. Aytən Muradlı, prodüser, koordinator və təşkilatçı. Hər kəs sizi prodüser olaraq tanıyır. Bəli, təbii ki, prodüser olaraq tanıyırlar. Çünki ilk işim prodüser olaraq fəaliyyətlə başlayır və daha sonra artıq həm koordinator kimi çalışmışam və təşkilatçı kimi də özünün Siz Tək Deyilsiz layihəsi var ki, hər il artıq 7 ildir ki, kimsəsiz uşaqlar üçün, Down sindromlar üçün bu xeyriyyə tədbirlərini edirəm özüm tək olaraq. Belə. Neçə ildir bu işdə işləyirsiniz? Artıq 10 ildən yuxarıdır, 13-14 ilə təsadüf edir. Əslində, belə deyək, ixtisasca prodüser kimi fəaliyyət ixtisasım yoxdur, özüm müəllimə. Amma bu sənəti sevdiyim üçün, uşaqlıqdan bəri ilə təşkilatçılıq qabiliyyətim olduğu üçün düşündüm ki, əvvəldən belə televiziya həvəsim olur, efirə həvəsim olur. Biraz mən rayonda böyümüşəm deyə, biraz rayon insanları qəribə baxır, yanaşma tərzi bir fərqli olduğuna görə düşünürdüm ki, evdə də heç razılıq olmazdı mən televiziyaya çıxmağıma. Amma qismət elə bir gətirdir, insan özü istəsə bir şeyi və ona nail olar. Sadəcə inam lazımdır. Bu inam məndə oldu, sağ olsun. Bu inamımı üzərində mənə inanaraqdan, güvənərəkdən öz yanlarında yer ayırdılar, dəstəklədilər. Bu mənim üçün gözəl bir şeydir və mən artıq sahədə yetərincə də olsa demirəm. Çox wow dərəcədə tanınanam, amma özümə görə ətrafım, hörmətim, yəni tanışlığım var bax belə. Niyə Aytən Muradlı? Şəxsiyyət vəsiqədə mənim xanım Muradovadır adım, belə deyim. Onu heç yerdə açıqlamamışsınız. Yox, birinci dəfədir sizdə açıqlayıram. Düzü qohumlar bilir ki, xanım mənim əmim adımı qoyur. Mediada mənə adım, bəli. Sadəcə mən başlayanda deməyəcəm kim tərəfindən bir nəfər mənə dedi ki, sən onu mütləq şəkildə adını dəyişməlisən. İnsanları daha cəlb etmək üçün Aytən olaraq qeyd eləsən və Muradlı deyə qeyd eləsən daha gözəl olar. Təbii ki, soyadım silinməyib, sadəcə ova yox, Muradlı və Aytən Muradlı kimi artıq hətta mən baxıram ki, bəzən qohumlarımız da belə qəbullanırlar elə bir Aytən Muradlı kimi. Bu yaxınlarda bizim yaxın bir əmmin evladının toyuydu. Sizlərə qismət. Təsəvvür elə ki, toyda aparıcı müğənni dəfələrlə Aytən Muradlı təşəkkür edirəm. Mən özüm nəzarət edirdim toya. Hamısı qohumlar qəbullanmışlar. Hamı Aytən Muradlı kimi məni qəbul edir. Belə. Aytən Muradlının bir qızı övladı var. Bəli, bir qızım var. 12 yaşı var, 7-ci sinifdə oxuyur, 13 daha yaşı var, 7-ci sinifdə oxuyur. Çox sağ olun. Gəlin sizin sirli qalan həyatınızdan bir balaca danışın. Mən ümidvaram ki, bütün izləyicilər bunu Əslində, mən heç çox şəxsimi açıb ekskluziv olaraq anlatmamışam. Çünki o mənim ən elə bir məqamımdır ki, mən onu heç kimə açıqlayıb deyə bilmirəm. Qalan illəriniz hansıdır? Ailə qurmuşam 2010-cu ildə. Belə bir söz var, deyir, özü yıxılan ağlamaz. Səhvlərim olub, bəlkə də gənclik səhvlərimdir, özüm istəyərəkdən ailə qurmuşam. Amma düşünürdüm ki, hər şey gözəl olacaq, amma heç də gözəl olmadı, təbii ki. Heç qadın öz həyatından qaçmaz, yəni nə mənada, yaxşı, xoşbəxt həyatından qaçmaz. Və mən də istəyərdim bir qadın olaraq evimin, belə deyim də, oturum xanımı olum, xanım kimi. Üzr istəyirəm sözümə görə, buradan mənə bəlkə də böyüklər baxacaq. Xanımlıq edeyim, ana kimi evladımı mən də hamı kimi məktəbə aparım, gətirim, vaxtında hər işim yerində olsun. Amma tamam fərqli bir həyat oldu məndə.
belə mediaya təzə gəlməyə başlamaq istəyirdim ki, artıq ailə həyatım dağıldı, amma bunun mediaya heç bir aidiyyatı yoxdur. Təbii ki, müəyyən şeylər oldu ki, mən məcbur idim artıq bu həyatı tamamilə ailə həyatını sonlandırmağa. Bunu ətrafım çox gözəl bilir, məni tanıyanlardan təbii ki, söhbət gedir. Yəni elə həyatı yaşamaqdansa yaşamamaq daha gözəl idi, əziyyətlər var idi, çünki problemlər var idi. Və atam da çoxdan deyirdi ki, ayrıl, çünki bu sənə daha çox zərər gətirir. Atanız dünyasını dəyişib. Atam bir il dünyasını dəyişib. Mənim bu həyatda ən pis, ən ağır, mən heç vaxt heç nə mənə təsir eləməyib bəlkə də, ən ağır itkim atamın itirməyi olub. Çünki atam mənim arxam, dayağım, söykənəcəyim yer idi. Sən mənim hər zaman dönməz qürurum, qollarıma güc verən varım atam. Mən kasıb ailədə böyümüşəm. Mən ola bilər müəyyən ehtiyaclar da görmüşəm. Tələbə olmuşam, özüm oxumuşam. Hətta tələbə ola nəyisə satmışam, ətirin, nə bilim, satışına məşğul olmuşam, oxuya. Bunu mənim müəllimlərim bilir, oxuduğum mərkəzdə, yəni harda təhsil almışam, orada hamı bilir bunu. Amma dərsimi də gözəl oxumuşam ki, atam başı aşağı olmasın. Çalışmışam atama görə həmişə addımımı atmışam və atam həmişə qürurlanırdı ki, sən mənim kişi kimi qızımsan, mən səndən fəxr edirəm. Və təhsilimi alandan sonra da, diplom alanda da hətta mənim rəhbərim orada dedi ki, sən sevin ki, ağsaqqal, həmişə o belə deyərdi, sən sevin ki, sənin belə bir oğul evladın var. Atam həmişə onu mən zarafata deyirdi, qız evladı yox, oğul evladı. Çünki mən evin bir dənə uşağıyam, nə bacım var, nə qardaşım var. Və atamı da həmişə arxadayım. Atamın ölümü məni saldı depressiyaya, çünki çox pis mən anlar keçirdim, çox düzdür. Mənim ətrafımda o anda dostlarımı, yaxınlarımı, çevrəmi o qədər gözəl tanıdım. Hansı ki, mənim belə deyim, daimi yanımdaydılar, amma baxdım ki, heç onlar yoxdur. Amma ummadığım, tanımadığım elə bir insanlar mənim yanımda oldu, mənə dəstək oldu ki, mən özüm o anda dedim ki, yəni insan artıq pis günündə, pis anında, yəni bilir ki, nə var, nə yox. Atamın da xəstəliyi bir anda biz bildik, 8 aydan sonra bilmişik ki, atamda onkoloji problemlər olmuşdu və atam da mənə görə, mən belə düşünürəm, atam mənə görə çox fikir verirdi. Sənin evladın tək böyüyərmi, necə olacaq, sən vəziyyət nətər olacaq, bu kimi fikirlər, ancaq onu fikirləşir. Bütün bunlarla yanaşı, həyat sizi ağır xəstəliklə sınağa çəkir. Bəli, onkoloji xəstəlikdən əziyyət çəkirəm artıq neçə illərdir. O yerə toxunmaq istəmirəm, çünki mənim qızım da baxacaq, mən bilirəm bu müsahibəyə. Ən çox əziyyət çəkin mənim qızımdır. Mənim qızım bir an belə uşaqdır. Bir an belə mənim başımın, yəni yanımdan əskik olmayıb da, həmişə yanımda olur, həmişə mən sənin yanındayam. Nefesin var olduqca mən hər addım yanındayam. Başın dik olsun qızım, mən sənin arxandayam. Mən ki, özü yıxılan ağlamaz, elə özünü saldım bu dərdə, əslində elə deyil. Bu xəstəlik elə bir xəstəlikdir, heç kim bilə bilməz ki, bu nə vaxt tutacaq səni. Qız övladınız var. Qız övladı anası olmaq necə bir hissdir? Qız övladı, qızı böyütmək çox çətin bir şeydir. Tək başına böyütmək ümumiyyətlə çətin bir şeydir. Çünki o aparırsan o uşağı məktəbə. O məktəbə aparanda o uşaq mənə həmişə qızım deyir ki, ana, düzdür, sən mən heç vaxt onu bildirməmsən, hiss elətdirməmsən də. Yəni atasızlığı. Çünki mən bir az elə olub ki, cibimdə heç pulum olmuyor. İşə getmişəm, ayaqla getmişəm, nə bilim, hardan hara qədər, cibimdə pulum olmadığından. Amma onu heç kimə büruzə verməmişəm və hamı elə bilir ki, mənim o qədər imkanım var. İndi də elə bilirlər,
Ləman xanım. Elə bilirlər ki, bəlkə də mən dünyanın ən xoşbəxt insanıyam. Bəlkə də çoxlu maddiyyatım var. Hər şey. Əslində mən indiyə qədər kirayədə qalıram. Mənlə çalışan, mənlə eyni vaxtda başlayan prodüserlərin maşınları, evləri, hər şeyləri var, amma mənim yoxumdur. Mən bura qədərinə də Allahıma şükür edirəm. Niyə? Mənim sağlamlığım yerində olsun, bu mənə kifayət edir ki, mən öz evladımı əziyyət, zəhmət çəkə-çəkə də böyüdəcəm. Və belə bir şey deyim, bəzən biz qadınları qınayırıq. Bunu hər qadına da demirəm, hər xanıma da aid etmirəm və hər xanım da xanım adına layiq deyil. Bunu mən buradan vurğulayım. Boşanan qadınlara adətən çöldən, bayırdan çox pis baxırlar. Mən işi təzə başlamışdım. Bunu mən hər yerdə deyirəm. Şəhriyar Zeyni var, rejissor. İlk serial işim onunla olub. Serial çəkilişlərindən öncə idi, biz görüşdük, elədik. Mən Masallı rayonundanam, o Yardımlıdandır, Cənub zonasındanıq biz. Mənə bir kəlmə dedi, neçə müddət başlamışam, dedim, biraz onlarda başlamışam. Verilişlər, onda verilişlər, seriallar işləmişdim, üzr istəyirəm, ikinci serial işim idi. Mənə qayıtdı, dedi ki, çalış bu aləmdə sənsə hamıya abidir. Bu söz mənə heç çatmadı. Mən onda biraz qorxaq idim, söz deyə bilmirdim, çəkinən idim, çünki tanımırdım heç kimi. Dedim, niyə abi? Dedi, bu zamanı gələr bilərsən. Zamanı gəldi, mən hamıya abi deyirəm, mənə bəziləri rişqənd edir ki, sən bu nədir, hamıya abi deyirsən, qardaş deyirsən, brat deyirsən, bu kimi şeylər. Və zaman gələndə mən onda anladım ki, deməli, boşanmış qadının adı ağırdır. Və kimlərsə səni hansısa yolla çox sözümə görə əldə etmək istəyər, demirsən, o gözəllikdən asılı deyil, gözəl də olmaya bilərsən. Qadın adı biraz ağır addır. Sən onu saxlamaq məsələsi var da. Yəni, bu kimi şeylərə görə mən buradan elə bəlkə də baxacaq Şəhriyara təşəkkür edirəm. Dəyərli dostumdur, illərimin dostudur və mən onu böyük qardaşım kimi bilirəm. Çox şeylərimi bəzən zəng edib ondan məsləhət alıram. Bax, bəzən insanın yanında yaxşı, dürüst insanların olmağı özü gözəl bir şeydir. Bəzən sənin yanında elə bir adam olar ki, inan ki, səni o cəhənnəmə sürükləyər, ən pis yola sürükləyər. Mənim şansım onda gətirib ki, mənim ətrafımda çox yaxşı insanlar olub, mədəni insanlar olub, sözünü və yerini bilən insanlar olub. Hansı kollektivlə işləmişəm, çox razı qalmışam. Bilmirəm, ola bilər kimsə məndən narazı qalar, ola bilər kiminsə xətrinə dəyərək. Məndə bir xarakter var. Mən çox çılğın insanam, fikrimi sırazı. Yəni necə? Tutalım ki, bir insanın səhvi varsa onun üzünə deyirəm. Bu yaxşı bir şey deyil əslində. Kimsə qəlbini qıra bilərəm. Amma mənim özümdən asılı deyil. Bu mənim xarakterimdir. Amma səhv eləyəndə üzr istəməyi də bacaran insanam. Görsən ki, burada mənim səhvim var, sonradan da sənə olsa zəng edib deyirəm ki, mən səndən üzr istəmişəm, üzr istəyirəm ki. Yəni, bu mənim səhvimdir. Ola bilər, nəyisə düzgün görə bilmədim. Çalışıram, nəyisə görüm, sonra danışam. Eşlərəkdən yox. Bilmirəm, mən hər insanı ola bilər də sevməyənlər də olsun, sevənlər də. Mənim atama çox təkan verdilər mən bu sahədə olanda. Çoxları dedi, qadın xeyli ağırdır, bu sahə nədir? Elə yaxınlarımdan, qohumlarımdan da hətta atama biraz var. Bəli, onu bilirəm ki, mən əvvəllər atama görə addım atırdım, evladıma görə. İndi isə belə çıxmasın. Elə bilirəm ki, o əmim mənim atamdır. Arxamdır. Və çalışıram ki, elə bir hərəkət edim ki, o mənə görə utanmasın. Bazara çıxanda, çölə çıxanda, bayra çıxanda. Çünki mənim yetərincə mənim hörmətim var müəyyən yerlərdə. Sadəcə o mənə görəndə əslində mən düşünürdüm ki, məsələn, o gün toyda bir yer dedim, gördüm mənə baxır, sevinir. O mənə çox sevindirdi. Mən əmindir də, hətta mən çalışdığım müğənni ilə onu tanış eləyəndə çox rahat formada onu tanış elədim. Bəy müğənni ilə çalışıram da, mən Qurban Səmədovla çalışıram. Onu niyə rahat onunla tanış elədim? Çünki çox rahatam. Çünki mənim ürəyimdə Allahla hərəkət etməyən insanam. Bəzən çöldən bayırdan düşünürlər ki, bəy müğənnidir. Görəsən, bəlkə bunların arasında nəsə var, mən bura toxunum mütləq şəkildə. Mən heç vaxt çalışdığım insanla heç bir münasibət saxlamaram.
dostluqdan başqa, yəni mənim üçün önəmli olan mənim işim və karyeramdır. Mən oradan çörək qazanıramsa, heç vaxt o hərəkəti eləmirəm. İkincisi də ki, bunu buradan deyirəm, qoy bilsinlər, yəqin kəsməyəcəksiniz. Qurban Səmədov mənim çoxdan olan dostumdur. İllər dostluq eləyirik, amma artıq iş birliyimizə 5 ay müddətində başlamışıq. Çoxları biraz fərqli baxdılar, fərqli prizmana Onu da yanaşdılar. vurğulayaq ki, Qurban Səmədov müğənnidir. Müğənnidir. Qurban Səmədov, bəli, müğənnidir, çox gözəl müğənnidir özdə. Yəni səsi olmasaydı zaten yanında deyildim, canlı ifa edilməsəydi yanında deyildim. Gördüm gözəl oxuyandır, istedadı var. Mən də arxadaya yanında Siz olmaq bunlarla yanaşı dəfələrlə tədbirlər keçirtmisiniz, xeyriyyə tədbirləri keçirtmisiniz. Saysız sayda, yəni mediada Bəli. saysız sayda biz bilirik ki, siz tədbirlər keçirtmisiniz, xeyriyyə tədbirləri, əlillərimiz üçün, körpələrimiz üçün, Qazilər üçün ilk Azərbaycanda qazilərimiz bəlkə üçün. də üzr istəyirəm sözü kəsdirəm. 44 günlük müharibədən sonra ilk 50 nəfərdən yuxarı olan xeyriyyə tədbirini mən etmişəm. Daha sonra məndən sonra imza atanlar oldu. Mediada. Bəli, bəli, bəli. Sadəcə mən bunu buradan da vurğulayım. Mən xeyriyyə tədbirinin də yaranması mənim düşüncəmdə mənim bir evladım var idi. Mən öz aləmimdə düşünürdüm, bir uşaq da götürərəm, uşaq evindən böyüdərəm, qızım tək olmasın Bu da deyə. bir təzə xəbər deyək də, yəni Bunu heç kim bilmir, bilmir. öz düşüncəm olub. Heç bunu ailəmdə də mən deməmişəm, çünki necə qarşılayacaqlarını bilmirdim, mən düşünürdüm. Səhhətimdə problemlər yarandığına görə mən bildim ki, o uşaq mənə verilməyəcək. Çünki həm ailə məsələsi var, Vəziyyətinə görə bəli, həm baxılır və verilir. şəxsi. Və düşündüm ki, hər il 2 dəfə də olsa o uşaqların üzünü güldürsəm, bu mənim üçün bəlkə də bir Allah tərəfindən mənə bir nəysə bir şəfamı, nə bilim, evladımın qarşısında yaxşı mənada çıxarmı? Artıq bunu düşündüm ki, etmək lazımdır. Mediada nə qazandınız? Mediada yaxşı dostlar, pis dostlar, ikili, ikiyüzlü insanlar, dünya görüşü, saxta insanlar. Hətta elə olub ki, işə başlamışam, arxamca iş çeviriblər ki, üzümə gülən insan olub, çox yaxınım olub, çox yaxın bildiyim və onda ayrılmışam ki, o deyil də, yəni Aytən o deyil, özünə gəl və məndə bir xarakter var. Mən bir insanla astaca uzaqlaşıramsa, bəlkə də bunu sonradan biləcəklər. Sakit uzaqlaşıramsa, telefonlarına az-az cavablandırıramsa, deməli, mən ondan nəyisə görmüşəm ki, mən o insandan uzaqlaşıram. Bir dənə rəfiqəm var, illərimin rəfiqəsidir, 18 ildir, 18 ilə bəlkə də keçər, xəstə anında, pis anında, hətta ximiya, şua, nə bilim, bu anlarda belə evladımı və məni tək qoymayan rəfiqəm olub, Günel xanım, onun ailəsini salamlayıram buradan. Onun anası, qardaşı, bacısı mənə bacı, qardaş anı olub. Heç olubmu siz mediadan uzaqlaşmaq istəmisiniz? Olub. Hansı ki, bir dönəm var idi ki, düşünürdüm ki, hər şeyin başını buraxacam, artıq gedib öz sahəm üzrə çalışacam. Peşəniz. Amma, bəli, öz peşəm üzrə, amma belə deyim, sonra da düşündüm ki, düzgün eləmərəm. Məndə səbrim yoxdur, artıq səbirsizlik əmələ gəlib, biraz əsəbiyəm, bu da səhhətimlə bəlkə bağlıdır. Düşündüm ki, yox, elə bunu eləməsəm yaxşıdır. Bu kimi şeylər də var. Hər an bir xatirədir. Bu gün şu cümlə bir xatirədir. Sizin xatirənizdə qalan ən vacib və ən dəyərli gün hansı gündür? Mən ümidvaram ki, siz o sualıma mənə cavab verəcəksiniz. Mən düşündüyüm həyatımda 3 dəfə, 4 dəfə gözəl an olub. Birinci özəl an çox böyüklərdən buradan mənə baxanlardan üzr istəyirəm. Qızımın dünyaya gəlməsi olub. Çünki mənim birinci evladım ölüb, ikinci evladım dünyaya gəlib. Yəni birinci evladım çox üzr istəyirəm. Bətnimdəykən 8 aylıq tələf oldu. Oğlan evladı idi. İkinci evladım qız evladı. Bunu da bir neçə müddətdir, 3 il
hardasa 2 il keçdi, evladım dünyaya gəldi. Hə, mənim ən gözəl anlarımdan, bəlkə də ən gözəl bu həyatda hədiyyəmdir mənim qızımın olmağı. Yəni indi hərdən şükür eləmək, ay Allah, nə yaxşı oğlan olmayıb, Allah acıq getməsin bu sözümə görə. Mənim evladım da çox əziyyətlər çəkib, epilepsiyalı evladım olub da, qız uşağıdır. Amma indi şükür Allaha artıq düzəlmək üzrədir, yaxşıdır. Hə, bax bu anlar mənim üçün ən gözəl. İkinci gözəl anım, insanlar deyir, mən ailə quranda xoşbəxt olam. Mənim üçün o anlar heç gözəl olmuyor. Qəbul olanda, məktəbə qəbul olanda ki, hansı ki, atamın üzü güldü, sevindi. Sən artıq bir peşəyə yiyənə, bir sahə üzrə yiyələnəcəksən. Üçüncü də ki, artıq mənə Aytən prodüser kimi tanınmağım tədbirlərə, qala gecələrinə, hörmətli insanların xeyriyyən, fərqi yoxdur, gözəl tədbirlərinə, yəni çağıranda artıq mənə o zaman fərəh hissi, sevinc hissi keçirəm, nə gözəl. Yəni, buradan bir şey vurğuluyum. Mən heç vaxt ad gün eləməmişəm də, yəni ad gün necə etməmişəm. Özümə ad gün olub, dostlarım nəyisə eləyib, yəni özümüz üçün elə belə yığılmışıq. Amma elə şeyləri unutmuram və mənə bir xarakterim var. Mən də yaxşı nəsə edilibsə, cüzi bir şeydə, onu mən heç vaxt unutmuram və daimi istəyirəm ki, qalsın dostluğum, münasibətim. O insan mənə pis rəftar da eləsə, mən onu yaddan çıxartmıram, o yaxşılığı yaddan çıxartmıram. Bugünkü gün də mənim xatirəmdə çox gözəl gün kimi qalacaq. Çünki mən şəxsimə heç vaxt heç kim toxunmamışdı, Ləman xanım. Birinci dəfə idi ki, Xəbər Express .az saytı olaraq, Ləmanlı günlər olaraq toxundunuz. Çox sağ olun, kövrətdiniz, biraz da güldürdünüz, bütünlüklə hər bir şeyə toxundunuz. Mən sizə sayğım, hörmətim çox böyüdür, xətrinizi çox istəyirəm. Çünki mən kişi xarakterində olan xanımları çox sevirəm. Təbii ki, sizin bu saytda niyəyəm? Çünki buranın rəhbəri Ruhiyyə Eldar qızı da elə kişi kimi, mərd, sözünü deyən. Biz Ruhiyyə xanımın işçiləri isə, yanındayıqsa, bu bizim sevinməyimizdir, fəxrimizdir ki, nə yaxşı ki, biz onun yanındayıq. Sizə təşəkkür edirəm, dərin təşəkkür edirəm. Mən buradan saytımızın bütün işçilərinə salamlarımı göndərirəm. Hətta Rəşada buradan xüsusi salamlar göndərirəm, onun öz verilişi var. İnanıram ki, Rəşad, məni unutmayasan verilişində. Rəşad da çox istəyirəm, çünki çox yaxşı oğuldu, həqiqətən. Təşəkkür edirəm. Ruhiyyə xanıma təşəkkür edirəm. Mənim tək anımda, pis anımda yanımda olub, bunu da vurğuluyum. Atam rəhmətə gedəndə, gözləmədiyim anda Ruhiyyə xanımı görəndə, içimdə o anda əslində insan bir başqa cür olur. İçimdə o qədər bir fərəh gəldi ki, Ruhiyyə də mənim yanımdadır, Ruhiyyə Eldar qızı da mənim yanımdadır. Xatirə xanım var idi, o mənim yanımdadır və digər aktyorlar, aktrisa heyəti, nə bilim, digər işçi heyətləri var ki, gəldilər, məni tək qoymadılar, təşəkkür edirəm. Sizə də çox sağ olun, var olun. Biz də sizə təşəkkür edirik. İşlərinizdə uğurlar və inşallah bu verilişiniz də daim olsun. Çox sağ olun.